Zal kollektivi bu gün mətbəxə gedir. Royal səhər yeməyi. Nərmin xanım. Mən kremli krevet hazırlayacağam. Ümid edirəm yaxşı olacaq. Steak flamingon. Toyuq wrap. Əsas səhər toyuq. Başlayaq. Sizcə bu gün ən yaxşı kim olacaq? Məncə özüm oldu. Ən yuxarı bal sən olur. Məncə. Ən gözəl özüm. Ən gözəl özün? Bəli. Bilirik, gözəlsən. Ha, o heç də. Ən yuxarı bal. Mən Orxan bəyə çox güvənirəm və düşünürəm ki, ən dadlı performans yemək Orxan bəydən gələcək. Sən getdin qabağa. Mən bir dənə bu əti yandırmayım, başqa heç nə istəmirəm. Mən heç kimə güvənmirəm. Heç kim də yaxşı olmayacaq. Bəs özün? Özüm əla olacaq inşallah. Deməli, deyir ki, Nihat bəy də deyir ki, heç birindən bir cacıq olmaz deyir, mən özüm hazırlayacağam. Biz kofe aparatı ilə işləyəndə yadımıza gəlirsə, gülürdülər ki, nə oldu, taxa bilmirsiniz. Yəni bu qədər sadə bir şeyi, nə bilim, nə deyim də. Əti necə bişirməyi düşünürsünüz? Bu asan yeməyi necə bişirmək istəyirsiniz? Medium pişirmək Medium istəyirəm. istəyirsən, mediumdan başqa nəsə gəlsə, balın getdi. Toyuq o qədər atmırsan, nə edirsən? Tavanı qoy da, tavanı qoy. Qardaşım, qoy pişsinlə atın bu. Pişəndə var elə bu. Ha, götürmə tavanı, qoy bura. Götürdün, işləmir. Aha, Nihat çox pişmiş istəyirdin, çox qızarmış. Mən kimə soruşdum, məndən çox o qədər toyuq vurarlar ora. Ona görə toyuq az, bibərini gələk çox vurasın. Çünki toyuğu Ha, çox o ətin başını bura, rahat bura o əti pişsin. Mən uşaqları görüb sevinirəm Demoqraf ki, çox, yəni mənim. mən Demoqraf performansım çox aşağıda. İslamur Az elə bir yazır, şey. aşağıda bax. Mənə atma, qarşıda tələbədə bax. Toyuq amma dəhşət çox vurmuş. Buranın çəkini bir dənə yandırdı şey. Göstər ora. Keçməmiş. Qazın altı yadımdan çıxıb. Bəsdir. İndi Bəli, qaçma buyurun. belə demoqraf üstündə. Yolladı. Bəli. Sevil. Toyuq wrap. Toyuq wrap hazırladım. İnşallah şef də bəyənər. Səbirsizliklə öz sıramı gözləyirəm. Çünki görürəm ki, belə mənim yeməyimdən başqası yalandır. Bizim Görüntüsü çox qəşəngdir. Görüntüsü çox qəşəngdir. Hər şey yaxşı ola bilər, amma sousdan biraz şübhəliyim. Necə fikir? Soğan da vermək birinci. Çünki soğan da oranmalıdır o. Demişəm hər şey. Orxan bəy çox hazır görünür. Xırdala. Taxta götür. Bax, canavara bax, şaqqalayır bax. Dəqiq barmaq gedəcək ortada. Bilirlər də, bunlar komandadır. Əsl komanda işi görür. Onlar qədəri zad var ha, o soğanın qədəri zad var. Bax göz uyarı şeydir. Əlcəyin anı. Orxan bəy, soyuq. Orxan bəy. Məvi. Göz qərarı deyil. Müştəri soruşanda nə deyirsiniz? Xanım, mən kremli krevetka istəyirəm. Nə qədər olur içində krevetka təxmini? Neçədən olur? Mən isə cavab olaraq deyirəm ki, olar şefdən soruşum gəlir. Şef də qarşılığında deyir ki, 2 ay bundan əvvəl mən menü yazıb vermişəm sizə ki, öyrənin. Bax, Öz təxəyyülümlə fikirləşirəm bunu. Məncə krevetkanı biraz artırmalıyıq. təxəyyülün eli var, burada məndə də mikrofon var. Bu nə? Atmadım, bəlkə. Yanmaz bu pomidor gələnə kimi. Mətbəxdə ümidlə işləmirlər. Yox, çoxdan yanmışdı. Ülvan söndürməsəydi yanmışdı. Gizli qəhrəmanlıq, qoruyucu mələyinizdir və ortalıqda gəzir. Orxan şef yoxsa Emin şef? İkisi də uçurumun kənarındadır, birini xilas edə bilsən. Əgər bu sual individual görə verilirsə, eminəm. Belə ümumiyyətcə Orxan eləmi? Sifətin zoomlayır. Boşqabın hanı? Mənimki orada. Harada? Orada. Orada çəkəsən? Orada gətirəcəm, amma orada. Yanan saçqa, yanmayıb hələ, yandı hələ. Orada. Deyə bilərsiniz. Amma puan kırılması olacaq.
Puan ucu kırıldı zaten. Yani məncə Orxan Bey biraz heyecanlandı. Bir iki dənə səskə yanıbdı deyə. Yeməklər əslində çox qəşəng görünür. Şef necə əsəbləşibsə artıq mətbəxi tərk elədi. Sürprizim var. Tələsməyibsən biraz. Follow me. Mən hal-hazırda Frank yığışdırmaqla məşğulam. Çünki onlar qədər. Demə baxın. Mən hal-hazırda yığışdırmaqla məşğulam çünki bir də onlar məncə kəsin. Çünki yeməyim bitir və indi boş vaxtım olur və mən yığışdırmaqla məşğulam. Yəni bu çox normaldır. Ustam bəy, bir dənə zoomluyun zəhmət olmasa. Artıq qalandı. Qan mən test edeyim. Xanım tuzu zadınıdır. Bildiyim qədərilə. Sosu çox qatıdır. Pomidor yaxşı doğramayıbsan. Qan da görəsinə. Sağ ol. İslam çox disiplinli hazırlayırdı. Oradan mən nə olursa puan verəcəm. Mən bəyəndim. Mama istəsi çoxdur. Quşulu Ya, burada bir problem ola bilər də. Qarpaz deyil də. Pişib ama. Kim oldu? Toz qalıb deyə. Dördüncü sosun idi bu. Dördüncü. Birinci yandırdı. Bir şey deyil. İkinci səhv oldu. Üçüncüdür. Üçüncünün suyu çox oldu. Təzədən bunu dördüncü dəfə yapacağım. Mən bəyəndim. Ən çox niyə bəyəndim? Çünki mətbəxdə çox şiddətə məruz qaldım, hiss elədim. Baskı ilə hazırlamışam bu yeməyi. Heç kim kömək eləmədi, yəni öz başına hazırladın, ona görə yaxşıdır. Mən bəyəndim. Dedim yəni tuzu yoxdur. Sıfırdır tuzu. Şefim aynen sanatçı. Sosu 4 dəfə zay elədi. Şef deyəsən dadmaq istəmirsən. Dadasın. Bu işi. Ona görə sos çox gəldi. Sos biraz daha az olmalıdır. Çünki buna bağlı mətbəxə necə məsələlər müzakirə edilir, sos çox olmasından. Qəşəng qızarıb, toyuğa bayıldım. Dadı çox qəşəngdir. Iceberg'i biraz normal qoysaydı belə olmazdı və bu sosun dadını da biraz öldürərdi. Görüntüsündən başlayaq. Hər şeyi keçdim ama pendir bu qədər böyük olmaz. Yəni Deməli, yox bura. görünüş olaraq deyim, pendirlər dediyiniz kimi böyüdür. Pendirlər çox böyüdür. Saçqa yanıb, avokado pendirin altında gizlənib. Hər yeməyi pendirin çox qalın olması və saskanın yanmasına görə yəni xal kəsməyə məcburam. Yəni oradan kəsməyə bilmərəm, mümkün deyil. Amma Orxan bəy ilk dəfədir ki, yəni zalda həmişə görmüşəm. İlk dəfə bu qədər stresli, bu qədər həyəcanlı, bu qədər panik gördüyüm üçün orada düşən onun üçün çətin idi. Ona görə 8 bal. Nərvinin yeməyinin sən duz kəşki vurardın çünki ən önəmli şey məncə yeməkdə duz olmayan yeməyi yeyə bilmirəm. Amma Nərvinin nə qədər disiplinli, nə qədər sevərək ora girdiyini və hətta şəkli belə qarşısına alaraq sabahlardan qorxmadan yəni o yeməyi bişirdiyini gördüyüm üçün Nərvinə də 8 bal verirəm. Təşəkkür edirəm. Flamingon. Flamingon tərəvəzləri yaxşı idi. Duzu falan yerində idi. Flamingon özünün duzu biraz azdır. Amma yenə də heç kim sənə kömək eləmədiyi üçün, tək başına yarışdığın üçün komanda da sən bir-birinə çox komanda bəli, heç kim ona kömək eləmədi və hər kəs ona qarşı durdu. Ona görə sən bu yalnızlığına səbəb sənə 9 bal verirəm. İslamın yeməyi aşağı toyuq qəşəng idi. Sadəcə porsiyanı biraz tutturmamışdı. Heç gözləmirdim də, yəni belə ciddiyyətlə belə mətbəxi bu qədər sevərək işləməyim ki, ona görə İslam'a 9 bal verəcəm. Nihadin yeməyində rəb yaxşı idi, rəbin dadı bəyəndim, amma sosu həqiqətən çox idi. Amma səndən daha yaxşı şeylər gözləməliyik, çünki digərlərinə eləyəcəyim torbi səni eləyə bilmərəm. Sənin yəni yaxınlığın var məncə. Ona görə sənə 8 bal. Teşekkür ederim. Hər yeməyinə gəlir ki, hər şey qaydasındadır. Orxan işləmə prinsipi çox qəşəng idi. Sürətli işləyirdi, cəld işləyirdi, hər şey qaydasında. Prosta necə deyim, porsiya olaraq çoxdur, qalın doğruyub falan. Səskə yanmasaydı çox yaxşı olardı. Səskə yanıb bir balının ağzı oradan gedir. Bir də porsiyaları falan görə kəsdim. 8, onda 8 sənə. Cemli krevetka. Deməli, burada hər şey qaydasında pis deyildi. Bir dənə qalın pomidorun normal doğranmalı. Burada doğransaydı ağızda rahat gedərdi. Əlavə qaymaq
vursaydım daha yaxşı olurdu. Vurdum əslində biraz, amma az oldu bəli. Amma belə də yenə də yaxşıdır. 8 Təşəkkür edirəm. sorusu. Fikirləşirəm ki, ədalətsiz olmayacaq, onda 7. Asiya sayığı. Asiya sayığının mamastası çoxdur. Göydəki mamastı çoxdur. Qoşulluq falan belə şeylər çoxdur. Porsiya çoxdur. Bibər azdır, toyuğu çox qurubsan deyə bibər azdır. 8 də sənə. Sağ olun. Iceberg az deyə yatır. Sos daha çox önə çıxıb, sosu da artırılmışdı. Bir qat vursaydım bəs eləyirdi. Üzünə iz salıb möhürləmək, biraz sıxıcı olsun deyə o üzümüz qızardırır, sigaranın üstündə. Bir tərəfini eləyibsən, tam gözləməyibsən. O yanmasın deyə tez Yansız deyil. Krem şirinka nə var Ayşe? Krevetkadır. Soğan bilə. Sabaha da. 7. Gələn dəfədə zalın geri qalanı barda olacaq. Görək ondan nə edə bilər. Bilirəm daha yaxşı olar. Bugün Zal komandası barda öz istedadlarını göstərəcəklər. Ahmet bəy bizim növbə menecerimizdir. Bugün bizə Negroni kokteylini hazırlayacaq. Ramazan bəy bizim qarsonumuzdur. O bizə Spanish latte hazırlayacaq. Aysel xanım həmçinin qarsonumuzdur. Cherry margarita sour kokteyli hazırlayacaq. Elvin bəy qarsonumuzdur. Bizə Virgin Mai Tai alkoqolsuz klassik kokteyl hazırlayacaq və Məhəmməd bəy isə bizim menümüzün signature kofesi olan Ice Tiramisu lateni hazırlayacaq. 15 dərəcə, 15 kiloqram güc tətbiq edirik. Bu qaydada Mən elə fikirləşirəm ki, bizim yəni bardan təqdim etdiyimiz məhsulu ən çox görən şəxslər məhz Zal heyətidir. Çünki günün sonunda bizim hazırladığımız başı onlar aparıb masaya çatdırırlar. Mənə görə onlar üçün daha asan olacaq. Nəinki ofis və mətbəx heyəti. necədir? Mən bir dedin. Yəni nə qədər çətin olsa da ofis yəni o qədər bacarıqlarını elə şəkildə göstərdi ki, çox xahiş edirəm. Qəbul edirəm Məhrəmcığım. ilə başlayaq. Kampari onun arxasındadır. Tərəzinin üstündə biz belə işləmirik axı. Əlavə eləyirsiniz 30 milli, Paptır milli yox. 30 milli. Paptırdan keçdir milliyə. Şu. Niyə olmasın, amma rosto tapsar daha yaxşı olur. Hələ tapam. Sol. Yaxşı. Mən bağladım, yaxşı. Aç. Məncə bu hissəni çəkin. Olmasa Rox götürürsünüz buradan. Bir qırağa qoy bilərsiniz və yumaya qoysanız daha yaxşı. Götürürsünüz Rox. Ramazan bəyin sipariş Roxun latesi içini buz hazırdır. doldurursunuz. Bacarıqlar başlayır. Axırki çəkilişlərdə həqiqətən bar supunu öz necə deyilir, istifadə olunmalı olduğu yerdə istifadə elədi. Normalda onu mikrofon kimi istifadə edirdim. Yavaşcasına süzürsünüz. Yavaşcasına. Yavaşcasına, gözərcəsinə. Ona bacağım hər şey deyir. Bayman bax, bəyən bax. Qəşəng. Sonra deyirsən mən də yeyirəm, tək mən də. Ay sağ ol. Mən belə eləmirəm. Buradan sizə Ay göstərir necə sıxılmalıdır. Mən belə bu qədər əziyyət özümə vermirəm çox vaxt. Instagramda reelslərə baxıram. Sisiyə qoyulmuyor. Yox, çıxartmırıq, onu oradan azad edirik. Shake qabımız. Shake qabımız. Azad edin oradan. Qoyursunuz buraya. Sıxırsınız. Ay sağ ol. Bunu burada qoy. Adi süd. Bax. Yerə eləməsə yaxşı olar. Südlə siropumuzu qarışdırın. Kırıqçı burada yazım rəsmdə. Baxın bura xahiş bunda. Sözün bir dənə balaca südün. Əlinizi 30 milli. Südü qalmaq üçün niyə artıq xərc deyilsin. İndi espresso birinci növbədə espressomuzu əlavə edirik. Bir dənə espresso. Belə bir şəkildə. Nüsrətin hərəkətini eləmək. Əladır. İndi əlinizi zəhmət olmasa kameraya göstərin. Nüsrətin. İndi ikinci reis. Hədə yəni 3 damlı deyil ona görə. İşi bir dəqiqəlikdir. Ya aşağıdan alın. Ay sağ ol. Əla. Rahat deyirsə burada belə şey gələr. O belə. Yəni elə yox, arxada. Hamı indi Shakespeare-dən göstərir.
Mənim 5 saniyə şey kimi, sənin 30 saniyə şey kimi daha. Bunu yuxarıdan, belə aşağıdan başlayıb yuxarıya qaldıra bir xətt istiqamətində süz. Düz saxla, stabil. Qal. Bir maşısına bir. Yaxını su. Belə olmasa sizsə aşağıdan düşə bilərsiniz. Sizə lime götürürlər. Təzə lime götür. Neyəsən, yapışdırasın bir-birinə. Benim bu köftelik kim? Ayşe neyse əziyyət çəkmə. Məsələ istədir. Hazırlayır. Şey kimi mən çəkərəm. Bilərsiniz bu barədə. Ballara təsir eləmək istəmirəm, amma bir ofisin videosuna baxın, bir də salam xahiş edirəm. Baxın bir dənə. Uzun dəyişim. Dəyişirik, bəli. Elvin elə məcbur tüp gətirmişə çəkilir inşallah. Bizdə Virgin Mayta kokteylini içmişsinizsə bilirsiniz ki, Virgin Mayta kokteylinin üstündə daha çox köpük olur, daha porsiyası daha yüksək olur. Bunların hamısı şeykdən irəli gələndir. Düzgün şeyk olunmayanda nəticələri belə olur. Çox mükəmməl gün. Şeyləri mən elədim. Şeyki mən qəşəng elədim. Limonla öz dizaynımı yaratdım. Bəhram bəyə bəzi məlumatlar verdim burada. Həyatımda ilk dəfə. Yenə də bəyənilmədi. Hələ qiymətləndirməmişik, yaxşı olacaq. Amma mən inanıram ki, Bəhram bəy pahalığımı seçdiyimdə mən birinci eləmədim. Görüntü olaraq ən qəşəng bu üçü görünür. Yorum eləməyim də yəqin ki. Gözlənilməz şəkildə yaxşı idi. Yəni Ramazandan gözləmirdim bu qədər yaxşı hazırlaya biləcəm. Həqiqətən bəyəndim. Qafar bəy masasından sonra mən yəni hamıya hər şeyi yazdım. Çox qəşəng. Necə? Bu hazırlasın, ən bizim Çox əladır yəni. Həqiqətən düzgün dad çıxarda bilir. Çox qəşəng. Tamam. Bəyəndim. Adına baxmaq istədim. İki ingredient belə olsa, bundan əvvəlki komandalarda elə şeylər görmüşəm, şu iki. Suyunu iç güt. Negroni, klasik Negroni'yə çox oxşuyur. Biraz sadəcə buz qalıb, əriyib deyə suya çevirdim, amma o yəni artıq çəkilişi gözlədik biraz qədər. Yəni o da mənə belə bir şey. Bu dovşandan daha çox belə baxdımalı it oxşuyur. Məndə olan məlumata görə at çəkmək istəmirəm. Aysel xanım içsin, sabotaj eləmək üçün içinə süd əlavə edir. Nə? Yox. Nə? Qaymaq. Oynamayasın belə. Qaymaq. Kokteylin dadında bir problem yox idi. Dekor möhtəşəm idi həqiqətən. Ona görə 7 bal vermək istəyirəm. Çox qəşəng idi, çox maraqlı idi və ən əsasda barda bir neçə hərəkətlər edilən portağal bir şeylər elədi. Və bəyəndim o hərəkətlərin. Amma təmizlik eləmədiyi üçün bir puan kəsəm 9 bal. Təşəkkür edirəm. Bu kokteylə 10 bal vermək istərdim. Çünki dadda da bir problem yoxdur. Qramajdan çox qəşəng işlədi. Latəyə. Ice tiramisu latte. Məhəmmədin ice tiramisu çox yaxşı idi. Ona görə, amma çox yaxşı hazırlayıb gedə puan qırmağım gəlmir ondan təmizliyə görə 10 bal verəcəm. Sağ olun. 10 bal. Amma Məhəmmədin həqiqətən ice tiramisu lattesi bizim verdiyimiz ice tiramisu latteyə çox yaxındır. Ona görə də Məhəmmədə yaxşı bir 9 bal verəcəm. Məncə olmalı. Birbaşa belə təmizlik olmaz. Elvin bəyin kokteyli. Hər şey əlavə edir, dadında bir problem yoxdur. Ona görə 9 bal. İstikəsinə təmizlik olmalıdır. Heç kim o qədər takmırdı. Elvin bunu ciddiyə aldığına görə 10 bal verəmədinə. Çünki biraz çətindir həqiqətən, biraz çətin onun hazırlaması. Burada 7 puan. Məncə onun nəzərə alınması o düzgün bir şey deyil. Keçək Ayselin kokteylinə. 2 puan. Qulaqlı kokteyli. 0. Barda işlədiyinlə nəzərə alıb, mənim həqiqətən Ayseldən texniki olaraq gözləntim yüksək. Kokteylin dadında bir problem yoxdur. Onunla belə mən antirekord daha doğrusu xal verəcəm 6 xal.
Əl çalınmama deyir. İçinə qapağın açıq bağlanmır bundan, yəni Bəhrəm orada yeyir üçün. Bəhrəm müştəridə var ya, yəni sənin əlinin altında. Yəni sırf ona görə, o nəzərə almadığı üçün mən 8 bal vermək istəyirəm. Ay! İspan yanından puan verir. Yox, yanından puan vermək deyil. Bilir ki, az puan versin. Spanish latte. Spanish latte film yox idi. Ramazan demək olar ki, özü hazırladı. İçməyə imkan vermir ki, nəsə deyim. Hər şey alaydı. Ramazana da 9 bal verirəm. Bir dəfə idi ki, kofe tam necə lazımdırsa elə də yəni dad aldım. Yəni çox xoşuma gəldi. Mən ilk girmişdim, onsuz da o qədər bilmirdim ki, mütləq lazımdır. Ona görə 10 bal vermək istəyirəm. Dad olaraq qəşəngdir, 9 puan. Amma onu da deyim ki, portofildə də təmizlədi şey deyəndən sonra. Allahım. Onda 10 puan, həqiqətən 10 puan. Mən qaymaq tökümdən Bu kokteyllərin ən yaxşı versiyalarını, kofenin ən yaxşı versiyalarını gəlib bizim hazırladığımız versiyasını içib dadına baxıb siz də qiymətləndirə bilərsiniz. Günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.